Palazzo Pizzi'nin həyətindəyik, onun bağıdır. Buradan kafedral görsənir. Bax, o sağda görsənən bina məşhur Inferno kinosunda milyarderin atıldığı bir güllədir, özünün atdığı güllədir. Bu da məşhur Florensiya şəhərinin, belə deyək də, Hristiyan dünyasının ən məşhur kafedrallarından birisi. Burada Palazzo Pizzi'nin bağıdır. İndi bağına gedəsik. Belə bu şəkildə. Bu bağın içidir, girişidir bağın. Bu şəkildə möhtəşəm bir bağ salıblar. Belə bağlar Leningradda Ermitajda var. Zimni Dvaris'te var. Ermitajda Zimni Dvaris'te var. Vena'da Belvedere'de görmüştük belə bir bağ. Yəqin Fransa'da Louvre'da da var. Bu böyle bir adet olub belə bağların salınması. Bu bina Palazzo Pizzi. Bu da onun bağı. Bağının girişi. Şimdi baxaq şöyle girişində neler var.